Cəlilabad rayonunda faciəvi hadisə baş verib. Hadisə rayonun Privolnaya kəndi ərazisində yerləşən çayda qeydə alınıb. 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlaloğlu 3 dostu və bir qardaşı ilə birlikdə çimmək məqsədi ilə çaya gedib. Burada çıxır ağla Burada durdum, gördüm yoxdur. Deyirlər o orada düşüb. Orada şax vardı, şaxın yanını göstərdilər. Suyun içində şax vardı, balaca şax. Dedi ki, oraya düşdü. Mən də zəng elədim ki, bu qohumlarına, polis azada orada durdum. Zəng elədim. Onlar gəldi, cəmaət girdi. Bir yarım saat azada hardasa çıxartdılar. Çayın dərin hissəsinə daxil olan gənc bir müddət sonra suda batmağa başlayıb. Hadisə yerində olan şəxslər onu xilas etməyə çalışsalar da, Elşənin həyatını xilas etmək mümkün olmayıb. Daha sonra əraziyə cəlb olunan kənar şəxslərin köməyi ilə yeniyetmənin cansız bədəni sudan çıxarılıb. Mərhumun meyti aidiyyəti üzrə məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, Abbasov Elşən ailənin 3 övladından biri olub. O, Göytəpə Peşə Liseyində təhsil alırmış. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.